Hər kəsi salamlayıram. Uzun müddətdir məndən özgüvən mövzusunda video istənilirdi. Uşaqlarda özgüvənlə bağlı necə edə bilərik ki, övladımız daha özgüvənli olsun, özünü ifadə etmə çətinliyi yaşamasın, onu tənqid eləyəndə özünü müdafiə etmək bacarığı olsun, digər uşaqların içərisində seçilsin. Bununla bağlı öz fikirlərimi sizinlə bölüşəcəm. Ümid edirəm ki, sizin üçün faydalı olar. İlk növbədə özgüvən nədir? Bununla bağlı öz fikrimi sizinlə bölüşmək istəyirəm. Çünki özgüvən deyəndə bəzi valideynlər elə bilir ki, özgüvən uşağın belə cəsarətli şəkildə özünü göstərməsidir və yaxud da bədən dilində dik qamətin olmasıdır və yaxud da fərqli mövqedən buna yanaşırlar. Amma əslində özgüvən o demək deyil, uşaq bədən dilində bunu göstərir və yaxud da uşaq ümumiyyətlə hər qrupda seçilir, hər dəfə dərslərini yaxşı oxuyur. Bu demək deyil. Özgüvən bir uşağın öz varlığını olduğu kimi qəbul etməsidir əslində. Daha dərindən desək, özgüvən uşağın özünün bacarıqlarının, özünün bir növ dırnaqarası qüsurlarının, yaxşı, pis xüsusiyyətlərinin fərqində olması və qəbullanmasıdır. Məsələn, biz bir uşağa desək ki, sən çox tənbəlsən, əgər o özgüvənli bir uşaqdırsa, özünün tənbəl olduğunu qəbul etməyəcək və yaxud da tənbəl olduğunu bilirsə, bunu qəbul edəcək, bu onun əhval-ruhiyyəsinə mənfi təsir göstərməyəcək. Amma bir uşaq özgüvənsizdirsə, təbii ki, biz ona hansısa bir fikir bildirsək, uşaq bu fikir əsasında təsirə düşə bilər və əhval-ruhiyyəsi buna əsasən dəyişəcək. Yəni qısacası bir uşağın özgüvənli olması, özünü olduğu kimi qəbul etməsi, başqalarının yanında özünü əzik göstərməməsi, öz duyğularını, fikirlərini başqalarına aydın şəkildə ifadə etməsidir. Kimsə onu tənqid eləyəndə, onun mənfi və müsbət xüsusiyyətlərini üzünə deyəndə o uşağın özünü müdafiə etmək bacarığının olmasıdır. Bəs bir uşaq necə olur ki, özünü ifadə etmək çətinliyi yaşayır, özgüvənsizlikdən əziyyət çəkir? Valideynlər düşünür ki, övladları üçün əlindən gələni edir, amma buna baxmayaraq uşaqlar özlərini təqdim etmək, ifadə etmək bacarığından əziyyət çəkirlər. Bunun səbəbləri əslində uşaqlıq dönəmindən başlayır, bildiyimiz kimi. Çünki özgüvəni bir bina kimi düşünsək, düşünün ki, bir binanı biz inşa etmək üçün orada təməllər dayanır və orada müxtəlif vasitələrdən istifadə edirik, tikinti vasitələrindən. Özgüvən də bunun kimi bir şeydir. Yəni, biz onu formalaşdırmaq üçün uşaq doğulan andan o binanın tikintisində istifadə olunan vasitələr kimi özümüz ona nələrisə əlavə etməliyik ki, onlarda özgüvən zamanla formalaşmağa başlasın. Adətən insanlara sual verəndə ki, siz nə düşünürsünüz? Özgüvən hansı yaşda insanda formalaşır? Cavab belə olur ki, yəqin ki, yeniyetməlik dövründən başlayır. Bəzən də belə cavablar verirlər ki, mən düşünürəm ki, məktəb vaxtından özgüvən uşaqlarda formalaşmağa başlayır. Çünki onlar müəyyən qədər məsuliyyət götürür. Amma elmi tədqiqatlar bunu göstərir ki, əslində özgüvən uşağın doğulduğu andan başlayır və ona qarşı bizim münasibətimiz necədir? Bu təcrübələr əsasında uşaq özgüvənli olur və yaxud da özgüvənsiz olur. Bir uşaq neytral şəkildə doğulur və zamanla qazandığı təcrübələr, ona yanaşma tərzi əsasında ya özgüvənli olur, ya da özgüvənsiz. Yəni, mən neytral şəkildə doğulmuşam, özümü tanımıram, kəşf eləməmişəm. Mənə qarşı olan münasibətlər, yaşadığım təcrübələr mənim özümə bir yansıtma formamdır. Yəni, hansısa təcrübələr yaşayıram və yaxud da valideynlərim mənə fərqli formalarda davranır. Həmin o davranış qəlibləri əsasında mən özümü kəşf edirəm ki, hə, valideynim mənə pis davranırsa, demək ki, mən pis uşağam. Və yaxud da mənə bacarıqlı deyirsə, demək ki, mən bacarıqlıyam. Və yaxud da mən hansısa bir təcrübə icra edirəm, oyuncaqlarımı toplayıram, öz yatağımı səliqəyə salıram, orada özümün bacarıqlı olduğuma inanıram əslində və bu da məndə özgüvən yaradır. Bir insanın özgüvənli olması onun məsuliyyət hissi ilə yanaşı, yəni paralel şəkildə gedir və biz uşaqlara məsuliyyət hissini nə qədər düzgün şəkildə verdikcə, məsuliyyət hissini yaratdıqca uşaq bir o qədər də özgüvənli olur. Yəni, özünün bacarığına inanır. Baxın, biz özümüzə nə zaman inanırıq? Özümüzə verdiyimiz vədləri tutduğumuzda, özümüz hansısa bir işi icra etdikdə, misal üçün, mən kitab oxuya bilmirəm deyiriksə, amma gedib sonradan kitab oxumağa başlayırıqsa, burada özümüzə olan inamımız artır. Eləcə də uşaqlarda belədir. Uşaqlar şuurlu şəkildə davranmadığı dövrdə, yəni aşağı yaşlarda, onlar əslində öz davranışlarının bir nəticəsi olaraq özlərinin bacarığına inanmağa başlayırlar. Məsələn, aşağı yaşlarda uşaqlarda kəşf etmə hissi yaranır müəyyən bir müddətdən sonra. Deyək ki, 1 yaş, 5 aylıq, 6 aylığından sonra uşaqlar başlayırlar hər yeri dağıtmağa, oyuncaqları dağıdırlar, aldığımız oyuncaqları sındırırlar və buna bəzən biz yanlış reaksiyalar veririk ki, bu uşaq niyə belədir, bu uşaq niyə nankorluq edir, amma əslində bu inkişafın təbii göstəricisidir.
uşaqların orada həmin davranışları sərgiləməsi bir kəşf etmə duyğusundan irəli gəlir. Həm onlar ətraf aləmi kəşf eləməyə başlayırlar, həmçinin özlərinin bacarıqlarını görməyə ehtiyac duyurlar. Yəni mən oyuncağı sındıra bildimsə, orada nəyisə kəşf elədimsə, demək ki, mən nəyisə bacarıram. Və özgüvənin təməli elə bu məhz bu məqamda qurulur. Biz onlara icazə verməliyik. Bir müddətdən sonra uşaqlar başlayırlar öz əyinlərini geyinməyə, soyunmağa, hansısa bir sizin gördüyünüz işlərə müdaxilə etməyə, tutaq ki, nəsə doğrayırsınız, onlar götürüb sizi təqlid etməyə başlayırlar. Burada da əslində onlar öz bacarıqlarına inanmaq üçün bunu icra edirlər. Yəni mən bunu bacarıram, bunu özümə sübut eləmək istəyirəm. Burada da yenə yanlış müdaxilələr ediriksə, onların əlindən bıçağı alırıq, sənin üçün təhlükəlidir və yaxud da sən hələ balacasan, bunu eləməyə yaşın çatmır. Əynini geyinib soyunmaqda, misal üçün ona deyiriksə ki, sən əynini geyin, mən əynini geyindirib soyunduraram. Hətta valideynlər düşünür ki, biz özümüz əziyyət çəkmişik, övladımıza əziyyət verməyək. Yeməyini belə uşağın valideyn özü yedizdirir. Baxın, belə bir uşaqda özgüvənin təməli pozulur. Yəni onlar nəyisə edə biləcəklərinə inanmadıqlarına görə özlərini özgüvənsiz hiss edirlər. Həmçinin məsuliyyətsizlik hissi də həmin o məqamda formalaşır. Yəni onsuz da mənim məsuliyyətimi kimsə götürür. Demək ki, atam-anam mənə güvənmir, mənim bacaracağıma inanmır, ona görə mənim əvəzimə bunları icra edirlər. Belə bir sistem qurulur beyində. Və bu sistem də təəssüflər olsun ki, böyüyənə qədər bizlə paralel şəkildə gedir. Nə zamana kimi biz onu fərqinə varıb dəyişdirənə qədər. Qeyd etdim ki, uşaqlıq dövründən uşaqlarda təbii olaraq, inkişafın göstəricisi olaraq əynini geyinib soyunma, özünə baxım bacarıqları, hətta ayağa qalxmağa başlayanda, misal üçün uşaqlar yeriməyi öyrənirlər. Yeriməyə başlayanda o da müxtəlif mərhələlərdən ibarətdir. Birinci sürünmə gəlir, sonra iməkləmə gəlir, sonra nədənsə tutub dırmaşmaq gəlir, sonra ən sonda isə yerimək mərhələsi gəlir. Buna da düzgün bir müdaxilə olmayanda, bu həm uşaqların beyin inkişafına mənfi təsir göstərir, həmçinin psixoloji olaraq onlarda bir özgüvənsizlik və məsuliyyətsizlik hissi yaradır. Yəni düşünün ki, uşaq birinci sürünməyə başlayır, biz onu yerindən qaldırırıq ki, sürünmə, soyuq ola bilər. Ay nə bilim, sən düzgün hərəkət eləmirsən və yaxud da uşağı götürüb manej alırıq, yeriməsini tez təmin eləmək üçün. Halbuki o uşağın dırmaşmağa bir ehtiyacı var idi. Yəni o mərhələni hələ keçməyib. Biz ona manej alırıq ki, yeriməsi sürətlənsin. Bu mərhələni də tamamlamışsa, burada ilk növbədə motor bacarıqların inkişafı zəif olur. Daha sonra uşağın özgüvəni aşağı düşür. Yəni mən bunu özüm üçün kəşf edə bilmədim. Demək, mən yeriyə bilmirəm. Özümdə bu bacarığı formalaşdıra bilmirəm. Biz indi buna şuurlu şəkildə düşünürük, səbəb-nəticə əlaqəsini qururuq. Amma əslində uşağın beynində bu bir sistem kimi yazılır. Yəni mən bunu bacara bilmirəm. Artıq uşaq böyüyür, müəyyən müddətə gəlir, deyək ki, 5, 6, 7 yaşlarında. Burada da uşaqların etdikləri işlərdə ona düzgün informasiya verməmək, düzgün geri dönüş eləməmək özgüvənsizliyin təməlində dayanır. Məsələn, uşağınızı bağçaya qoymusunuz. Uşaq bağçada müxtəlif fəaliyyətlərlə məşğuldur. Oyun oynayır, nəyisə götürür, aparır, icra edir, komandaları icra edir. Bir müəllim onunla məşğul olur. Orada onun gördüyü işə, onun davranışlarına düzgün geri dönüş eləmədikdə, uşaq həmin o davranışlarının mənasız olduğuna inanır. Yəni ki, tutaq ki, mən uşağam 6 yaşında və müəllimim mənə bir oyun verib ki, bu topları bu səbətdən digər səbətə yığ. Əgər mən o topları aparıb bir səbətdən digərinə atıramsa, müəllimim orada mənə geri dönüş eləmirsə ki, ay sən bunu bacardın, sən bunun öhdəsindən gəldin, sənə afərin, bu sözləri demirsə, orada mən belə düşünürəm ki, demək ki, mənim etdiyim heç bir şey mənalı deyil. Və yaxud mən bunu niyə eləməliyəm ki? Həm məsuliyyətsizlik hissi yaranır, həm də dediyim kimi özgüvənsizlik yaranır. Yəni özünün bacarığına inanmamağa başlayır. Burada təkcə bağça müəllimlərinin, və məktəb müəllimlərinin yox, həmçinin valideynlərin də rolu çox böyükdür. Hansı ki, onların gördükləri işlərə düzgün qiymət verməmək, onların üzərinə az da olsa məsuliyyət yükləməmək, bəzən də övladlarını ərköyün böyüdürlər, hər dediklərini edirlər, sərhəd qoymurlar və bu sərhədsizlik də uşaqlarda bir özgüvənsizlik yaradır. Baxın, indi günümüzdə narsist insanlar deyə bir termin var, hansı ki, əslində narsist insan deyə bir şey yoxdur. Narsist şəxsiyyət pozuntusu var. Xəstələrin beynəlxalq təsnifatı 10-cu nəşrdə. Amma narsist pozuntu deyə bir şey yoxdur. İnsanlar elə kimi görürsə buna narsist diaqnozu qoymağa meyillidir. Həmin o şəxslər var ki, onların bəzi xüsusiyyətləri var ki, onlar özlərini daha özgüvənli göstərirlər, hər şey bacardıqlarını özlərini sübut eləməyə çalışırlar. Əslində bu da uşaqlıq dövründə yaranmış bəzi yanlış müdaxilələrin nəticəsidir. Yəni bir insan əgər özünün uşaqlıq dönəmində bacarığına inanmadığını görürsə, nəyisə
etdiyini kimsə görmürsə, ona yansıtmırsa, o öz bacarığı daim hamıya sübut eləməyə çalışır ki, mən ən yaxşıyam, hamıdan üstünəm. Yaxud da digər bir səbəb olur ki, biz uşaqları türklər demiş, əlbəbək, gülbəbək böyütməyə çalışırıq. Yəni, sən heç bir şey eləmə, mən səni yerinə edərəm, sən də ki, əziyyət çəkmə, sənin istədiyin mən hər şey edərəm, mən görməmişəm, sən gör kimi düşüncə tərzinlə uşaqlara yaxınlaşırıq və nəticədə uşaqlar özlərini böyük bir şey zənn edir. Öz real məni ilə ideal məni arasında bir uçurum yaranır böyüyəndə. Amma uşaq vaxtı düşünürlər ki, ən ideal olanlar onlardır. Gələcəkdə də onlar çox bacarıqsız olurlar, cəmiyyətə heç bir faydası olmur adətən, yəni yüksək ehtimalla. Ona görə də tərbiyədə orta xətt deyilən bir şey var. Biz uşaqları tərbiyə edən zaman orada onlara müəyyən qədər məsuliyyət verməliyik. Onların öz məsuliyyəti demək olar ki, ən geyinmək, soyunmaq, öz baxım bacarıqları tam olaraq öz üzərlərində olmalıdır. Onların edə bilməyəcəyi bir şeylərə biz müdaxilə edə bilərik. Uşaqların özlərinin edə biləcəyi bir şeylərdə onlara müdaxilə etməyin. Uşaq əgər yeməyini yeyə bilirsə, müdaxilə edib siz yedizdirməyə çalışmayın. Əynini geyinib soyuna bilirsə, bunu onun əvəzindən siz eləməyin. Yuxarı yaşlarda, istər yeniyetmələrdə də bu davranışlar olur. Bəzən yeniyetmə öz otağını səliqəyə sala bilir, amma valideyn onun əvəzindən bunu edir. Sonra da gəlib şikayət edir psixoloqa ki, bəs mənim uşağım çox məsuliyyətsiz davranır, mən niyə bilərəm, mən başıma haranın daşını töküm, bu uşaq niyə belə oldu? Niyə belə oldu? Çünki aşağı yaşlardan ona məsuliyyəti düzgün şəkildə vermədin və yaxud da məsuliyyət verdiyin zaman da düzgün geri dönüş eləmədin. O uşağın bütün motivasiyası aşağı düşüb, indi də tənbəlliyindən heç bir şey eləmək istəmir. Məktəb yaş dövründə uşaqlar 6 yaş, 12 yaş aralığını nəzərdə tutsaq, burada təqdir ehtiyacı xüsusi əhəmiyyət kəsb edir. Bayaq qeyd etdiyim kimi, gördükləri işlərdə düzgün geri dönüşə ehtiyac duyurlar. Misal üçün, müəllimlərinin onlara müqayisəsiz bir şəkildə müsbət geri dönüş etməsi. Deyək ki, rəsm çəkib uşaq və bu rəsmi gətirib müəllimə göstərir. Mən məktəbdə oxuyanda rəsm çəkəndə həmişə müəllimin yanlış geri dönüşlər edirdi ki, buna rəsmdir çəkmisən, nələrəsə bənzədirdi və mən orada uşaqların içərisində utanırdım, yanıma gəlirdi. Amma biz uşaqların çəkdikləri peşəkar bir şey olmasa da belə, onu başqalarına müqayisə etməməliyik. İstər çəkdikləri rəsm olsun, istər məktəb akademik göstəriciləri olsun, onu biz kimləsə müqayisə eləməyə başlayanda o uşağın özü öz gözündə dəyərdən düşür. Öz əməyi öz gözündə dəyərdən düşür. Biz onu kimlərləsə müqayisə ediriksə və yaxud da düzgün geri dönüş eləmiriksə, tutaq ki, uşaq bir ağac rəsmi çəkib, ağacın bizim bəyənmədiyimiz xüsusiyyətləri olsa belə, biz bəyəndiyimiz xüsusiyyətləri ön planda göstərməliyik. Sən bu ağacın bu hissələrini çox düzgün şəkildə çəkmirsən. Ağacın, misal üçün, gövdəsini çox iri xətlərlə çizmirsən, mən də düşünürəm ki, bu şəkildə edə bilərəm. Sadəcə bir məqam mənə maraqlıdır ki, bu ağacın, misal üçün, yuxarı hissələrində yarpaqları niyə sarı rəngdə yox, misal üçün, yaşıl rəngdə eləmirsən payız fəslində. Belə müdaxilələr edə bilərik və onunla bir yerdə, əgər dəyişməsi lazımdırsa, bunu dəyişə bilərik. Amma birbaşa biz ona desək ki, bu nə ağac rəsmidir, sən çəkmirsən, başqaları səndən daha yaxşı çəkir, sən də özünü çəkib biabır eləmə tərzində yanaşsaq, təbii ki, o uşağın özgüvəni aşağı düşəcək. Yəni, burada düzgün müdaxilə vacibdir. Yuxarı yaşlara gəldik, yeniyetmələrə aid edə bilərik. Yeniyetmələrdə biraz məsələ fərqlidir. Onlar artıq öz kimliyinin axtarışında olurlar, kim olduqları, hansı peşəyə sahib olacaqları, bununla bağlı düşüncələr içərisində olurlar. Bir tərəfdən də yeniyetmələrdə hormonal dəyişikliklər onların əhval-ruhiyyəsinə təsir göstərir. Biraz əsəbi olurlar, hər gün bir əhval-ruhiyyədə olurlar, gah sizinlə mehriban davranırlar, gah əsəbi davranırlar. Və bununla bağlı da çox şikayətlər eşidirəm ki, mənim uşağım belə deyildi əvvəllər, nə üçün indi belə aparır özünü? Mən qorxuram ki, gələcəkdə pis bir insana çevrilə bilər. Elə deyil. Yəni, yeniyetmənin beyin inkişafına bağlı onun əhval-ruhiyyəsində, davranışlarında bu kimi dəyişikliklər özünü göstərir. Sadəcə olaraq onlar istəyir ki, özlərini ailəyə aid hiss eləsinlər. Təbii ki, ailədə qəbullansınlar. Onların fikirləri, çox absurd fikirləri də ola bilər. Çox mənalı fikirləri də ola bilər, dərin düşüncələri də ola bilər. Bunların hər biri ailəsi tərəfindən qəbul edilsin. Onların dediyi hansısa fikri siz ələ salsanız, hansısa ideyalar ola bilər. Tutaq ki, mən cırıq şalvar geyinmək istəyirəm, saçımı rəngləmək istəyirəm, makyaj eləmək istəyirəm. İndi qızlarda bu şəkildə göstərir. Bunu gəlib sizə deyəndə onun üzərinə düşməyin ki, yox, sən makyaj eləyə bilməzsən, yox, sən cırıq şalvar geyinə bilməzsən, bu bizim ailə dəyərlərinə uyğun deyil. Bizim mentalitet nə deyər, bizim cəmiyyət nə deyər buna? Bu şəkildə yanaşma eləməyin. Əgər sizin dəyərlərinizə uyğun deyilsə, bunu danışıq əsasında güzəştə gedərək nəsə bir şey edə bilərsiniz. Yəni, sən bunu
İstəyirsən, gəl görüm səndə hansı bir fikir bu istəyi yaratdı. Sən bunu harada gördün? Səncə onu geyinsən nə baş verə bilər? Onun ehtiyaclarına fokuslanıb və anlamağa çalışın. Onu kiminləsə müqayisə etsəniz ki, hə, sən filankəsin qızı geyinmir, sən niyə geyinirsən? Və yaxud dərslərinlə müqayisə eləsəniz, filankəsin qızı getdi, 600 bal topladı, sən niyə toplamadın? Bu çox yanlış bir yanaşmadır. Həm yeniyetmənin özünə olan münasibəti, həm də ətrafındakılara olan münasibətini dəyişir. Mən özüm yeniyetmə vaxtı çox məşğul olan biri idim. Yəni dərsləri həddindən artıq belə çox fokuslanmışdım. Və təəssüflər olsun ki, məktəbdə məni digər qızlarla müqayisə edirdilər müsbət mənada. Filankəsin qızı getdi yüksək bal topladı, həmişə dərs oxuyur. Ay nə bilim, getdi Bakı Dövlət Universitetində oxuyur, sən niyə oxumursan? Yəni bu günün özündə belə mən rayona gedəndə orada məni müqayisə edirlər. Digər qızlara örnək göstərirlər ki, bax onun kimi ol. O daha yaxşı bal topladı. Mən bunun tam olaraq əleyhinəyəm. Çünki qızların mənə qarşı olan münasibəti dəyişir. Bir insan özündən yuxarı biri ilə müqayisə olunanda istər-istəməz o müqayisə olunduğu şəxsə qarşı münasibəti dəyişir. Çünki o olmasaydı bəlkə də o müqayisə olunmazdı. İndi baxıram ki, həmin müqayisə edilən, yəni mənim müqayisə olunduğum şəxslərin münasibəti mənə qarşı fərqlidir. Buna görə də yeniyetmələri nə müsbət mənada, nə mənfi mənada heç kimlə müqayisə eləməyin. Ümumiyyətlə uşaqları heç kimlə müqayisə eləməyin. Bu onların özgüvəninə birbaşa təsir göstərir. Burada əsas faktorları qeyd elədiyim, yəni yeniyetmələrdə nəyə diqqət yetirməlisiniz, uşaqlarda nəyə diqqət yetirməlisiniz. Amma başqa faktorlar da var, hansı ki, burada ünsiyyət modelinin düzgün qurulması, sən dilindən istifadə edilməməsi, misal üçün uşaq hansısa bir səhv hərəkət edir, siz ona sən bunu niyə sındırdın, sən niyə dərsini oxumusan, sən niyə dərsini oxumamısan, sən niyə 2 almısan deyə tənqidi yanaşma tərzi irəli sürürüksə, birbaşa onda günahkarlıq hissi yaratmış oluruq. Yəni, uşaqlar dərslərini oxumaya da bilər. Uşaqlar dərsdən 2 ala da bilər. Onlar hansısa bir yalan da danışa bilər. Hansısa bir səhv hərəkət də edə bilər. Burada vacib olan məsələ sizin onlara yanaşma tərzinizin düzgün olmasıdır. Yəni, səhv hərəkət etmək, 2 almaq, bunların hamısı təbii bir prosesdir. Siz onlara düzgün yanaşmasanız, o prosesdə daha da irəliyə bilər. Amma düzgün yanaşma tətbiq etsəniz, uşaq onu başa düşüb daha fərqli şəkildə həyata atıla bilər. Səhv eləyən bir insan həyata daha güclü şəkildə tutunur. Çünki o səhv eləyib onu başa düşüb. Amma bizim yanaşma tərzimiz səhv olsa, uşaq 2 aldığı halda onu tənqid eləsək, onun dərslərə qarşı heç vaxt həvəsi olmayacaq. Ona görə də diqqətli olmaq lazımdır. Yanaşma tərzimiz, ünsiyyət modelimiz düzgün olmalıdır. Düzdür, o fərqli mövzudur. Onunla bağlı da ayrıca video çəkərik. Burada mövzumuz özgüvən mövzusuydu deyə qısaca olaraq o hissəyə də toxundum. Yəni, toplam şəkildə desəm, uşağınızın özgüvənli olmağını istəyirsinizsə, kiçik yaşlardan onun edə biləcəyi işlərdə ona müdaxilə eləməyin. Baxım bacarıqları, yerimək, əynini geyinmək, soyunmaq, yəni bu baxım bacarıqlarının içərisində gedir. Oyuncaqlarını toplamaq və s. Bunları onun öz məsuliyyətinə buraxırsınız. Biraz yuxarı yaşlara gələndə dərs oxumaqla bağlı olan motivasiyasını artırırsınız və ona düzgün geri dönüşlər edirsiniz. Onun davranışlarını tərif edirsiniz. Yuxarı yaşlarda yeniyetmələrin fikirlərinə önəm verirsiniz. Sən bu haqda nə düşünürsən? Sən nə üçün bunu belə bu şəkildə düşündün? Deyə onun fikirlərini sorğuluyursunuz. Yeniyetmə yaş dövründə də bu xüsusilə vacibdir. Onları heç kimlə müqayisə eləmirsiniz. Etdikləri səhvlərdə düzgün şəkildə yanaşma tətbiq edirsiniz. Yəni, sən səhv hərəkət edə bilərsən. Burada vacib olan səhvləri necə düzəltməkdir? Gəl bir yerdə onun üzərindən düşünək. Bu şəkildə yanaşmalar etsəniz, inanın ki, sizin övladınızda o özgüvən pillə-pillə inşa olunacaq və siz özünüz də müəyyən müddətdən sonra bunun fərqinə varacaqsınız. Özgüvən cəmiyyət arasında yox, birinci ailədə formalaşır. Ailədə düzgün təməl qurulanda istənilən bir cəmiyyətdə o insan öz yerini tapmağı bacarır. Videonu bura qədər izlədinizsə təşəkkür edirəm. Videonu bəyənməyi, kanala abunə olmağı və rəy yazmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.